Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bu gün sizinlə birlikdə bağlayıcılarda vergülün işlənmə məqamlarına baxacağıq. Hansı bağlayıcılar özündən sonra vergül tələb edir? Hansı bağlayıcılar ümumiyyətlə vergül istəmir? Hansı bağlayıcılardan isə öncə vergül işarəsi qoyulmalıdır? Biz bilirik ki, durğu işarələrinin işlənməsi, vergülün qoyulma məqamları testlərdə tez-tez qarşımıza çıxan məqamlardandır. Ona görə də biz bunu çox yaxşı bir şəkildə mənimsəməliyik. Bu videomuzda bağlayıcılarla bağlı durğu işarələrini tam öyrənəcəyik. Bağlayıcılarda vergülün işlənməsinə. Cümlədə təkrar olunan nə, nədə, nədəki, gah da ki, ya da, yada ki, istər, istərsə də ki, həm də ki. Bu bağlayıcılarda birincisi istisna olmaqla birincidən başqa digərlərinə əvvəl vergül işarəsi qoyulacaqdır. Məsələn, deyirəm ki, o nə testlərini yazır, nə qaydanı öyrənir. Nə də ki, dərsə getmək istəyirdi. Tənbəl şagirdlərinizə gəlsin. Deməli, görürsünüz, birincidə heç bir durğu işarəsi qoymadım. Digərlərindən öncə vergülü qoydum. Bu nəyə aid nümunədir? Gəlin gaha aid nümunəyə baxaq. Gah yağış yağır, gah məsələn, gah yağış yağır, gah da dayanırdı. Yağmırdı da yəni. Görürsünüz, birincidə heç nə demədim, ikincidən öncə vergül işarəsi qoydum. Ya da bilərdim. Məsələn, ya məni seçməlisən, ya onu. Ya ikinci yadan əvvəl vergül olmalıdır. Bu oldu bizim birinci qaydamız. Yəni təkrarlanan bağlayıcılarda belə olur. Təkrarlanan bir bağlayıcımız da var, dadə. Bundan mı fərqli olur? Cümlədə təkrar olunan dadə bağlayıcılarında axırıncıdan başqa digərlərindən sonra vergül qoyulur. Məsələn, deyirəm ki, fidanda, lamiyədə, nərgizdə, oyunda iştirak edirdilər. Oyunda iştirak edirdilər. Baxın, burada fidan da vergül, lamiyə də vergül, nərgiz də vergül yoxdur. Oyunda iştirak edirdilər. Burada artıq nə olacaq? Sonuncudan başqa digərlərindən sonra vergül qoyulacaqdır. Keçdik üçüncüyə. Özündən əvvəl vergül qoyulanlar. Amma, ancaq, bunlar hələ ki sinonimlərdir. Lakin, qarşılaşdırma bağlayıcılarımızda. Hətta, habelə, o cümlədən iştirak bağlayıcılarımızdır. Həmçinin, keçdik, çünki, halbuki, çoxdur. Bunları əzbərləmək lazımdır. Sonra, yəni, yoxsa, ona görə ki, baxın, diqqətli olun. Məsələn, çox adam çünkidən sonra, ona görə ki, halbuki, yəni, bunlardan sonra vergül qoyur. Lakin bu bağlayıcılardan əvvəl vergül qoyulmalıdır. Ondan ötürü ki, belə deyim də, belə bir fikir var ki varsa mütləq ondan sonra vergül qoyulmalıdır. Xeyr. Ondan ötürü ki, ona görə ki, çünki,
Halbuki bunlardan öncə vergül qoyulur. Yazarıq bura ki, əvvəl vergül. Yəni sonra yox. Məsələn bir nümunə yazaq. O dərsə gəlmişdi. Lakin müəllim yox idi. Gördünüz, lakindən öncə vergül işarəsi qoydum. Digər bağlayıcılarda da bu cür olacaqdır. Bu neçənci qaydaydı yazdım? 3. Keçdik 4-cüyə. 2 bağlayıcısı. 2-dən sonra vergül qoyulacaq. Mən dərsi öyrənirəm ki, yüksək bal toplayım. Yəni 2 özündən sonra vergül tələb edir. Dairə bağlayıcısına aid bayaq bir şey demişdim. Qaydanı demişdim ki, sonuncudan başqa digərlərindən sonra vergül qoyulurdu. Bir onu demək istəyirəm ki, əgər təkrarlanmırsa, onda vergülə də ehtiyac yoxdur. Vergül qoyulmayacaq. Məsələn deyirəm ki, bugün tufan da olmuşdu məsəl üçün. Tufan da olmuşdu. Artıq burada nə olacaq? Bir dənə daha var. Deməli vergül qoymayacağam. Belə ki bağlayıcısından da sonra vergül qoyulacaq. Ki belə ki bunlardan sonra vergül olur. Yazıram bura sonra vergül. Keçdik 6-cıya. Hansı ki bizdən vergül tələb etməyənləri bura yazacağıq. Şərt bağlayıcılarımızdan başlayaq. Əgər, madam, hərgah, bir halda ki, hərçənd ki, indikində yazmaq olar. Görürsünüz, yenə kilər var. Məsələn, hərçənd ki, kisi var. Ya da bir halda ki, kisi var. Amma ki, vergül, indikidə də ki var. Vergül qoyulmayacaq. Vergül var, amma bundan əvvəl və ya da sonra deyil. Budaq cümlədən sonradır. Məsələn, deyirəm ki, əgər dərsə gəlməsən, budaq cümlədə bu. Cümlənin birinci cümlədən sonra vergül 2 alacaqsan. Təhdid cümləsidir bu. Gördüyünüz kimi burada əgər də var. Vergül də budaqdan sonradır. Deməli, bunlarda vergül tamamilə yoxdur demirik. Budaq cümlədən, aslı cümlədən sonra olacaqdır. Bu qədər. Bağlayıcılarda vergülün qaydası buydu. Bunlar əzbər tələb eləyən məqamlardır. Hər birini yazdım, qeydlərinizi götürə bilərsiniz. Əlavə bir sualınız varsa da rəy bölməsində yaza bilərsiniz. Video faydalıdırsa bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın.